Hər birinizi salamlayıram, dəyərli qonaqlarımız. Nar şirkətinə özəlliklə təşəkkür edirəm ki, belə bir layihəni irəli sürübkən bu belə gözəl bir şeydir ki, bizim gənclərimiz işsiz qalmayacaqdır. Cənab Prezidentimizin sərəncamına, sözlərinə əsasən də hər kəs işlə təmin olunmalıdır. İlkin zamanədə iş çoxdur, işləməyən var. Biz də insanlara dəstək olmalıyıq ki, onları işlə təmin edək. Mən də bir sahibkar olaraq və ictimai işlərdə daima öndə olaraq istəyirəm ki, bütün gənclərimizə dəstək olun. Belə bir gözəl layihə olduğuna görə hər birinizə təşəkkür edirəm. Artıq bizdən biridirlər, artıq bizim yanımızda çalışanlar da var. Hətta bu layihədən öncədən də bizdən o uşaqlarla çalışanlar var. Bizim yanımızdadılar, yetişdirmişik, iləri vermişik. Daha da böyük nailiyyətlərini sizlərlə birlikdə izləyəcəyik inşallah. Hər kəsdən də xahiş edərdim ki, dövlətimizdən, vətəndaşlardan, biz hər birimiz vətənin bir daşı olmalıyıq, vətəndaş. Mən özüm vətən müharibəsi iştirakçısıyam, 2 antiterror iştirakçısıyam və daima da vətənimi sevmişəm. Vətəni sevmək bu odur ki, hər birimiz axşam yatdıqda düşünməliyik ki, biz vətənimiz üçün nə etmişik. Vətənimiz üçün nə etmişik dedikdə elə birinci buradan başlayan odur ki, biz insanlara dəstək olmalıyıq. İşlə təmin etmək bizim əgər bu potensialımız varsa, yerimiz varsa insanlara dəstək olub, qucaq açmalıyıq. Könlümüzə, ürəyimizə basmalıyıq o insanlara. Ona görə də bu uşaqlar da bizim üçün ən birinci önəmli özümüzdən biridir. Onlar bizdən də daha bacarıqlıdır, daha potensiallıdır. İnşallah onlar üçün də gələcək üçün uğurlar olacaq. Öncədən yenə də Narın rəhbərliyinə, Hökmən xanıma, Sevinç xanıma, Rahilə xanıma hər birinizə dərin təşəkkür edirəm ki, belə bir layihəni irəli sürmüsünüz. Bu fəxr olunası bir işdir. Sağ olun.